Bismillahirrahmanirrahim. Hər kəsin bildiyi kimi ayın 6-sı Aşura günüdür. Biz də Aşura günü ailəlikcə İbrahim Şahzadəni ziyarətinə gedəndə evdən elə çıxarkən gördük ki, izlənlidir. Göyrəkdə Niva markalı maşın bizi izləyir. Küçəmizdə dayanıb telefonla şəkillərimizi çəkirdi, videolarımızı çəkirdi belə. Getdik İmamzadəyə çatanda keçid məntəqəsi, yoxlama keçid məntəqələri quraşdırmışdılar İmamzadənin giriş qapısında. O giriş qapısından keçərkən qız polis mənə dedi ki, xanım, bu yazı çıxırmı? Mənim bu çadramda gördüyünüz bax bu yazını dedi. Mən də dedim, nəyə görə çıxmalıdır bu yazı? Yəni, artıq mən 5 ilə yaxındır ki, bu çadranın üzərində bu yazını daşıyıram. Mən də çox əsəbləşdim ki, necə yəni bu yazıya mən hətta polis bölmələrinə belə getmişəm bu yazı ilə. Mənim bu yazıma heç bir yerdə, heç bir söz deyilmədiyi halda İmamın qapısında artıq mənim bu yazıma görə mənə iraq tuturlar, bu yazının çıxmağını tələb edirlər. Yəni, biz İmamın qapısına gedəndə əslində necə gedirdik? Ya bu cür yazılarla, İmam Hüseyin ağamızın bayrağından, zalıma, Yezidə lənət oxuyuq ya. Yəni bu cür getdiyimiz bir qapıda artıq bu cür, yəni dini işlər qadağan oldu. Aşura günü Yezidə lənət oxunar, İmam Hüseyin ağamıza göz yaşı tökülər. Biz gözümüzü açandan, ağlımız kəsəndən bu cür görmüşük. Bizə babalarımız, nənələrimiz bu cür öyrədir. Mən də bu cür, yəni Yezidə lənət oxudum. Artıq mənim izimə düşdülər. Uşağımın əlində məktəbə getmir, bir il məktəbə gedəcək qızımın, körpə qızımın əlində uşaq bir balaca İmam Hüseyin ağamızın 3 günc bayrağı var idi. Üstündə də İmam Hüseyin ağamızın şəkili, altında da yazılmışdı ki, Əssalamu aleykə ya Aba Abdullah. Yəni bu cür bir kiçik bayraq uşağın əlində gedirdi. Artıq bunlar uşağın izinə düşdülər, mənim izimə düşdülər, ailəmin izinə düşdülər ki, bunları ailəlicə yığaq aparaq. Gəldilər uşağın əlindən, bayrağı götürdü 2 dənə mülki geyimdə TTX. Biri götürdü, o birisinə verdi, götürdülər, qaçdılar. Qaçan vaxtı mən bayrağı tələb elədim. Artıq məni mühasirəyə aldılar, ailəmlə birlikdə. Mühasirəyə alanda mən bayrağı tələb eləyən vaxtı həmən anda bir də gördüm, 2 il bundan qabaq məni məsciddə döyən, milliyyətcə cuhud olan, yahudi olan bir nadan var Gəncədə. Demək olar ki, o ancaq cinayət işlərindən məşğuldur. Gəncənin demək olar ki, körpə, cavan, yeni yetimə uşaqlarını, az yaşlı uşaqlarının cibinə narkotik atdırır, şərləyib, o cür tutur, döydürür. Yəni, demək olar ki, çox cinayətlərdə əli var bunun. Həmən bu alçaq məni döymüşdü Tuasa gecəsi 2 il bundan qabaq Qazaxlar məscidində. Bu gəldi, gözümün qarşısında durdu, məndən tələb elədi ki, çəkil get, yəni sənə bayraq verilməyəcək. Həmən anda mən bunun üzünə tükürdüm, üzr istəyirəm ifadəmə görə, bu alçağı tanıdım, bildim ki, bu cuhuddur. Bunun üzünə tükürdüm, bayrağı tələb elədim. Həmən o bayrağı aparan oğlan da istədi qaytarsın, gətirsin, versin. Bu ondan tələb elədi ki, götür get, qayıtma. Yəni həmən anda mən də bunun üzünə tükürdüm. Bunu, yəni məni maşına otuzdurdular. Mənə maşına otuzduranda ayrıca maşına otuzdurdular. Ailələrimi, başqa uşaqlarımı, anamı, yəni başqa bir maşına otuzdurdular. Bu anda bu mənim sağ tərəfimdə, daha doğrusu məni sol tərəfimdə otuzdurdu, sağ tərəfimdə oturdu. Oturan vaxtı mən etiraz elədim ki, mənim yanımda oturma. Bunun üzünü gözünü cırdım. Üzünü gözünü cıran vaxtı bu